21'ində Tofi bəylə yenidən görüşdüm. Artıq aclığının 21-ci günündədir. Tofi bəy kifayət qədər arıqlayıb, kifayət qədər zəifliyib. Tofi bəy mən çoxdan tanıyıram. O həmişə sanitar gigiyeniya qaydalarına ciddi əməl edən şəxsdir. Bir söhbətdə məlum oldu ki, o paltarla yatır. Buna izah et, niyə paltarla yatsa bildirir ki, artıq onun üçün soyunub geyinmək çox əziyyətdir. Buna görə də paltarla yatır. Yatanda deyir ki, durandan sonra yeri yığışdırma azaltlar. Bu əziyyət olduğu üçün elə çarpağın üzərində paltarla yatır. Onun bir nəbzi aşağı düşmüş kifayət qədər, bəlkə 64'dir. Qan təzyiqi 112/78-dir. Çəkisi 83/2. Saturasiya 96'dır. Temperatur isə 36.2'dir. Və artıq dərəcədə özünün dediyi kimi geriyə sayım hiss olunur. Aclığı davam etdirmək barədə yenidən açıq şəkildə bildirir ki, heç kimə də qorxu gəlmir, sadəcə ya buradan ölməlidir, yaxud da ki, azad olacaq. O, təbii ki, qanunsuz həbs olunduğuna görə əsassız, qanunsuz, bu qədər absurd iddiam çox az rast gəlir. Bu qədər.